Hər kəsə salam xanımlar. Bu günlərim mənim sifarişlərim gəlib və istəyirəm ki, sizlərlə birlikdə açın baxım. Görək içərisində nələr var. Deməli, ilk öncə sizə mən alış-veriş çekini göstərim. Baxın. Bu mənim alış-veriş çekimdir. Və bir ədəd belə bir paket var. Məhsulları içərisində yığmaq üçün. Daha sonra hədiyəlik belə bir paket sipariş vermişəm. Hədiyyə paketi. Buradan açım. Belə bir böyük ölçüdə hədiyəlik bir paketdir. Və Dolmion seriyasından olan bizim belə bir dəstimiz var. Duş geli, dezodorant və 35 ml parfümümüz. Bu belə bir hədiyəlik dəstidir. Müştəri sifarişidir. 14 fevrala özəl. Belə hədiyəlik dəstlər. Daha sonra bir ədəd 60 din qalın bir kalkotkadır. Mən ən böyük bədənini götürmüşəm. Yəni ən böyük razmerini. Bir ədəd belə bir üz yuma geldi. Botanika seriyasından olan. Mənim çox sevimli bir, necə deyərlər, üz yuma gellərimdən biridir. Çox sevirəm bu üz yuma gelini. Demək olar ki, yəni ən ucuz, ən münasib qiymətə olan üz yuma geli budur. İçərisinin ən keyfiyyətlisi də budur deyə bilərəm. Çox sevirəm. Həqiqətən üzü çox gözəl şəkildə təmizləyir və qoxusu da bir başqadır. Qiyməti 3 manat neçə qəpikdir? 3 manat 50 ya da 3 manat 30 qəpik belə. Sonra belə bir qab şampunu var. 0 plusdur. Yəni ki, körpələrin belə qablarını, yeni doğulmuş körpə uşaqların belə qablarını bu məhsulu yuya bilərsiniz. Çox gözəl bir məhsuldur. Tərkibi zərərsizdir. Həcmi də böyükdür. Yarım litr. 2 ədəd yağ sökücü, soba və piltələrin təmizlənməsi üçün. Bu. Deməli, soba və piltələrin təmizlənməsi üçün belə bir məhsul sifariş vermişəm. 2 ədəd. Çox sevirəm bu məhsullarda. Həqiqətən möhtəşəm bir məhsuldur. Bu da yarım litrdir. Belə bir xalça təmizləyən xalça, divan, belə bir belə, bu da yarım litrdir. Maye şəklindədir belə. Bunun üçün bu məhsul haqqında bir video çəkəcəm. Özüm üçün sifariş vermişəm. Xalçaya ləkə tökülüb, yəni nə qədər təmizləyirəm, nə məhsul istifadə etsəm təmizlənmir və o məhsul sifariş vermişəm ki, onunla təmizləyəcəm və sizlərlə də bölüşəcəm. Daha sonra belə bir 3 ədəd Botanika seriyasında şampunlar sifariş vermişəm. Mənim favori şampunlarımdır deyə bilərəm. Çox gözəldir həqiqətən. Belə bir növü var. Bu və bu. Bu ikisi birində şampun balizandır. Deməli, xanımlar, burada bizim 2 ədəd də Vitamania seriyasından, 1 ədəd Lakrem seriyasından olan maye sabunlarımız var. Bu Vitamania seriyasından olan mango və papatya olandır. Bu isə qarpız və yemişli olandır. Yəni qarpız və yemiş qoxusu verir. Bu isə şaftalı qoxusu verir. Bu da çox gözəl bir maye əl sabunudur. Çox sevirəm bunların hər birini. Yəni bir sözlə Faberlic'in bütün maye əl sabunları gözəldir deyə bilərəm. Və Vitamania seriyasının belə qarpız yemişli sərt sabunu və mango və papatya olan sərt sabununu sifariş vermişəm. Deməli, xanımlar, bu sabunların paçkasında, bir paçkasına, yəni 2 ədəd olur. Məsələn, 1 ədədi qarpızlıdır, 1 ədədi yemişlidir. Digəri də 1 ədədi manqolu, 1 ədəd də papatyalıdır. Belə 2 ədəddir içərisində. Daha sonra belə 2 ədəd çox səbirsizliklə gözlədiyim məhsullar var ki, bu Murmur əl kremləri yeniliklərdən biridir.
Mən qara rəngli murmuru heç sınamamışam. İlk dəfədir sifariş vermişəm, qoxusunu belə bilmirəm. Ən çox sevdiyim bu çəhrayı tonlarında olan murmurun qoxusudur. Çox sevirəm həqiqətən möhtəşəm bir qoxusu var, şirin qoxuludur. Mən indi açacağam, sizlərlə birlikdə baxaq. Bu rəngini özüm üçün sifariş vermişəm. Deməli baxın, bu cür teksturası var. Çox qəşəng qatı teksturadadır. Yəni ələ tez hopur, çox gözəldir. Qoxusu da bir möhtəşəmdir deyə bilərəm. Xanımlar, növbəti məhsulumuz isə bizim yeniliklərdən biri olan sərt sabunumuzdur. Deməli, bunu da ilk dəfə sifariş vermişəm. Çəksi səhv etmirəmsə 60 qram olmalı idi. Və qiymət də çox münasibdir. 2 manat 9 qəpik. Və sonrakı məhsulumuz isə bir ədəd belə qaş üçün qələmdir. Belə baş hissəsi fırçalıdır. Yəni qaşı rahat şəkildə daramaq üçün belə göstərim sizə. Artikul kodunu göstərə bilsəm videoda tam düşmür. Nə qədər edirəm çəkə bilmirəm. Nəysə, yəni nə qədər yaxınlaşdırdım, tam şəkildə düşmədi artikul kodu. Ekranda qeyd edəcəm, oradan baxa bilərsiniz. Və bu məhsulu isə özüm üçün sifariş vermişəm. Rənginə vurmuşam həqiqətən. Möhtəşəm rəngi var xanımlar. Bu rəng tonlarında dırnaq boyalarını çox sevirəm. Çox gözəl rəng tonu var. Və bu dırnaq boyasını çox sevirəm ki, dırnağa yaxdığınız zaman tez quruyur və gec, necə deyərlər, dırnaqdan gec gedir. Çox qalır dırnaqda. Xanımlar, deməli sifarişlərim bu qədər idi. Bu videoda gördüyünüz məhsulların mini videolarını çəkəcəm. Yəni ki, shorts videoların çəkib sizlərlə paylaşacağam. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Əgər videonu bəyəndinizsə kanalıma abunə olmağı və bəyənib rəy yazmağı unutmayın. Hər kəsə salam xanımlar. Mən Faberlicdən belə bir 60 din qalın bir kalkotka sifariş vermişəm. Artikul kodu gördüyünüz kimi üzərində qeyd olunub. Və sizlərlə birlikdə açıb sınamaq istədiyim görək necə bir kalkotkadır. Deməli xanımlar, mən artıq paketindən çıxartmışam və qutusunu da açaq. Buradan həqiqətən əlimi vururam, baxıram, çox yumşaq bir materialı var, çox gözəl materialdır və baxaq görək qalınlığı necədir. Belə dartılan bir materialı var. Yəni bel hissəsi də qəşəng rezinlidir. Yəni bütün necə deyirlər də, böyük bədən xanımlara da olan bir məhsuldur. Belə çox qalın materialı var. Çox gözəl kalkotkadır. İlk dəfədir bunu sifariş verirəm və çox razı qaldım. Həqiqətən möhtəşəmdir deyə bilərəm. Və qış aylarında, soyuq havalarda geyinmək üçün ideal bir məhsuldur. Mən aldım, çox razı qaldım. Siz də alın, razı qalın. Hər kəsə salam xanımlar. Mən Faberlicdən belə bir dırnaq boyası sifariş vermişəm. Və bu dırnaq boyasına ən sevdiyim özəllik nədir? Bir çox dırnaq boyaları var ki, onları dırnağınıza çəkirsiniz və gec quruyur və mən də ən sevmədiyim şey odur ki, dırnaq boyasını çəkəm, yəni neçə dəqiqələrlə gözləyəm ki, o qurusun. Ən sevdiyim özəlliyi odur ki, bunu dırnağa çəkdiyinizdə tez bir zamanda quruyur dırnağınızda və gec gedir dırnaqda. Dırnaq boyasının rəngi isə həqiqətən möhtəşəmdir. Hər kəsin sevimli rəngidir. Və mən də çox sevdim dırnaq boyasının rəngini. Həm keyfiyyətli, həm münasib qiymətə sifariş üçün buyurub yaza bilərsiniz.